Digər suallardan biri də Vəhhabilər Allahı cisim sayırmı? Baxın, Vəhhabilər bu sözdən qaçırlar və Allahı cisim, yəni cisim bilmirlər və hətta Allahı cisim biləni təkfir edirlər və kafir hesab edirlər. Lakin onların sözlərindən belə başa düşülür və Allaha ki tərif edirlər və Allah barəsində ki bizə məlumat verirlər, o məlumatların elə cisim mənasını verir. Yəni, baxmayaraq ki, nəzəri baxımdan onlar Allahı cisim olaraq qəbul etmirlər, sadəcə bunların sözünün canı budur ki, Allah cisimdir və bu cür başa düşülür. Ziddiyyətli danışırlar bunlar əslində. Məsələn, gəlib deyirlər ki, Allah ayağını cəhənnəmə qoyacaq. Nə bilimi, Allahı görəcəklər qiyamətdə. Bu elə cismin mənasıdır. Cisim yəni bu. Əlbəttə, onlar bəzən bu sözdən çəkinmirlər. İbn Teymiyyə kimlər, İbn Useymin kimlər gəlib deyirlər, əgər bu mənada, bu sözümüz bu mənada cisimliyə gətirib çıxardırsa, bunun eybi yoxdur. Hətta bəzən bu sözdən belə çəkinmirlər.